Təsdiq edilmiş qrafika uyğun olaraq Goranboy rayonunun Həmənli kəndində səyyar qəbul keçirildi. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq mühafizə orqanlarının idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbulda geniş məruzə nitqi ilə çıxış edərək, Prezident Cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin artan beynəlxalq nüfuzundan təhlükəsizliyinin möhkəmləndirilməsi və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlərdən danışdı. İcra başçısı qeyd etdi ki, ölkə rəhbərinin yerlərdə vətəndaş müraciətlərinin operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Hörmətli Həmənli kənd sakinləri, biz bugün qrafik üzrə sizinlə görüşə gəlmişik. Bu görüşlərin keçirilməsi ölkəmizdə möhtərəm Cənab Prezidentin tapşırığı əsasında vətəndaş məmnunluğunun təmin olunması üçün həyata keçirilən bir sosial yönümlü layihədir. Bizim marşrut 8-də Gəncə Qaramsallı, bizdə yox, marşrut yoxdur. Gəncədən gəlir Qaramsalıya 2 manat var, amma bizə gəlir 4 manat. Bəli. Belə bir əgər imkan olsa bizim problemimizə köməkli edərdi. Bizim Həmənli kəndində bir balaca məktəb var idi, 4-cü sinifə qədər. Bu dəqiqədə o iqtidai sinifdə 7 şagird oxuyur, bir dənə də müəllimə çalışır. İndi həmin o şagirdlər, biz o müəllimə Qırxılı kəndinə, ora göndərirlər. Bunlar da ora gedirlər, orada oxuyurlar. İndi o Qırxılı kəndinə burayın arasını görürsünüz da daşlıq yoldur. Oranın da uşaqlar, o şagirdlər var, 6 yaşlı, 7 yaşlı şagirdlər gedib gələ bilmirlər. Bizim bu Qaramsalı kəndən 2 dənə atsan bərk yapışır, kimin keçən vurdu varsa da istifadəyə verilir. Onun bərpa eləməyə imkan vardır, yəni istifadəyə verməyə hər bir nəsə. Ben indi gələndə yolda gördüm, orada kanal var. Bu çaydan gəlir. Bu ya Şəmkir Maşın kanalından gəlir. Şəmkir Maşın kanalından Haçan? Ayın axırına kimi təhvil veriləcək. 50-50'də problem. 50% bizim arxımız və sahələrimizin yoldur. 50% qalanlardır yəni. Bax, bir də veterandır. Yoldaşlarınız pisəsiniz yol təfik edə bilmir, girə bilmir. Sizə xahiş edirəm ki, bir dənə internet çəkin. Çox sağ olun, var olun, onu təşkil edərdiniz. Bir də mən çəkərdim. Bizim qocamız var, canımız var, cavanımız var. Valla bir iynədən ötərik. Eləsinə var ki, maşın yox. Bizim bu ışıq sistemimiz var, kənd ışıq sistemi. Deməli, harcısı çok dövüz düşəsi olsa, nə kəndi ailesi var, nə o rübünlükü var. Yəni, aymaq mümkündür. Bu bağlıdır, bu Qırxılı Həmənli yolu, sürətlər bakarlar. Bir də bu Qərbisənimizin yolu Dərbatarların. Problemimiz suyumuz. Köhnədən 5-6 bir xarab olmuş bir suyumuz var, o bərpa olur. Xahiş edin, kömək edirəm, onu bərpa olur. Neçə nömrədir? 810. İkinci bir tərəfdən bizdə məsələn 519 nömrəli bunun nə ayrıcısı var, nə işğal var. O yol məsələsinə bir əlavə mənim bir ətək qalıbsa. Sağ ol. Bizim elə bir evin qalanından, evin düz ortasından da, ev üstündən top gedir. Ondan sonra o qıraqına çəkilər. Top var idi yetişdiniz ya yetişəndən da topu çəkdiniz? O sonradan çəkilir. Sonradan ola bilmez. Evin üstündən heç vaxtda zövlə, xət çəkməsin. O dəyişmək olmaz. Gəlib baxalar. Bizim artsan safhası görürsən, çıxanda baxmayın, yıxılır. Ona bir paslatır. Görüşdə iştirak edən sakinlər ötən qəbullarda səsləndirilən müraciətlərin həllinə əsaslıq yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Mən bir köhnə döyüşçü kimi üzr istəyirəm, evladım Qarabağ Dövlət Universitetinin üçüncü oxuduğu bir valideyn kimi sevincimi bölmək istəyirəm. Mən Cənab Baş komandamıza, İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Allah rəhmət eləsin. Ulu öndərimizin vəsiyyətini yerinə yetirdiyinə görə baş ərəmin qarşısında bu günlər orada elə bir gözəl əmin amanlıq yaradıb ki, gedirəm ora, tələbələr oxuyur, evladım da oxuyur, sevincimin həddi yoxdur. Və Respublikamızın dünya səviyyəsində tanındığına görə Mehriban xanıma da, Əliyevə də bir daha minnətdarım. Çox sağ olun. sağ olun.